Maşa və Ayka. Biri var idi, biri yox idi. Bir vaxtlar dünyada iki qız var idi. Birinin adı Maşa, o birinin adı Zoyka idi. Maşa hər şeyi özü etməyi çox sevirdi. Şorbanı özü yeyirdi. O özü fincanından süd içirdi. Oyuncaqlarını dolaba özü yığırdı. Ancaq Zoyka özü nəsə etməyi heç istəmirdi və sadəcə deyirdi: "Ay, istəmirəm. Ay, bacarmıram. Ay, etmirəm." Hər şey ay və ay. Beləliklə onu Zoyka deyil, Ayka çağırmağa başladılar. Dünyada ən böyük dovşan. Bir zamanlar meşədə bozqurd yaşayırdı. O dovşanları çox incidirdi. Dovşanlar bütün günü çolların altında oturub ağlayırdılar. Bir gün isə ata dovşan dedi: "Gəlin gedək Aykanın yanına. Onun lastikdən şişmə aslanı var. Biz onu şişirdək, bozqurd da görüb qorxub qaçsın." Beləcə dovşanlar şıltaq Aykanın yanına gəldilər. Ayka həmişəki kimi yenə başladı: "Ay, mən sizə aslanı vermək istəmirəm. Ay, mənim özümə lazımdır. Ay, mən özüm onunla oynamaq istəyirəm." Üzgün, kədərli halda qulaqlarını sallayan dovşanlar Maşanın yanına getdilər. Maşa onlardan soruşdu: "Siz niyə belə kədərlisiniz?" Dovşanlar da ona dərdlərini danışdılar. Maşa onları dinləyib dedi: "Mənim lastik aslanım yoxdur, ancaq lastik dovşanım var. Gəlin onu bir qədər daha çox şişirdək ki, o dünyanın ən böyük dovşanına çevrilsin. Sonra görərik nə olacağını." Birinci balaca dovşan üfürdü. O üfürdü və lastik dovşan it böyüklüyündə oldu. Sonra ana dovşan üfürməyə başladı. O da üfürdü və lastik dovşan quzu böyüklüyündə oldu. Sonra ata dovşan da üfürdü. O da üfürdü və lastik dovşan at böyüklüyündə oldu. Sonra qonur ayı da onlara kömək edib üfürməyə başladı. O da üfürdü və lastik dovşan ev böyüklüyündə oldu. Ən sonda Maşa da üfürməyə başladı. O da üfürdü və lastik dovşan dağ böyüklüyündə oldu. Axşam düşəndə bozqurd talaya gəldi. Gördü ki, kolun arxasında bir dovşan oturub. Çox böyük bir dovşan. Bütün ağaclardan hündür bir dovşan. Səmada uçan boz bulud onun qulaqlarına ilişərək uçub keçir. Bozqurd qorxdu və öz-özünə dedi: "Bu dünyanın ən böyük dovşanıdır. Yox, mən onun öhdəsindən gələ bilmərəm. Bir də gördün, o məni utdu." Canavar quyruğunu qısıb əbədi olaraq bu meşədən qaçıb getdi. Dovşanlar talaya atılıb rəqs etməyə, əylənməyə başladılar. Ayı bal gətirdi. Sincablar isə bir səbət dolusu qoz fındıq gətirdilər. Şıltaq Ayka talaya gəldi. Başını aşağı salıb utanaraq dedi: "Ay, mən daha tamaşaçılıq etməyəcəm. Ay, mənim şişmə aslanımı götürə bilərsiniz." Dovşanlar da gülərək ona dedilər: "Bizə daha sənin aslanın lazım deyil. Amma biz səndən inciməmişik. Gəl bizə qoşul və şirin çaydan iç.